sizə past simple dərsini, yəni keçmiş zaman dərsini keçəcəm. Past simple iki yerə bölünür. Regular, qaydalı, irregular, qaydasız. Regular verblər id şəkilçisi artırmaqla düzəlirlər. Məsələn, play, keçmiş zaman isə play. Irregular verblər, yəni qaydasız verblər isə kökündən dəyişirlər. Məsələn, go sözünün feilinin keçmiş zamanı when və yaxud see feilinin keçmiş zamanı so. Keçmiş zamanda sualını düzəltmək üçün əvvəlcə aydan əvvələ did artırırıq. Yəni did I. Play sözündəki id şəkilçisini silirik. Yəni did I play football. Bunun inkarı da eyniliklə didlə düzəlir. Biz indi bu cümlənin inkarını düzəltmək istəyirik. Bu cümlənin inkarını birinciliklə I cümlənin əvvəlinə gələcək. Yəni I didn't play football. İsə artıq belə mənaya gəlir. Mən futbol oynamırdım. Siz feillərin sualının düzəldilməsini bilməsək. Qaydasız feilimiz burada wentdir. Bunun sualını düzəltmək üçün əvvələ did artırırıq. Bu olur did I. Went keçmiş halına, yəni indiki zamanda olan halına keçir. Go to school yesterday. I didn't go to school yesterday. Mən dünən məktəbə getmədim. Məsələn gördükdə biz bilməliyik ki, bura ya idi, ya da kökündən dəyişən artırmalıyıq. Zaman zərfləri isə yesterday, last, ago. Past simple dərsi bu qədər.